Hər vaxtınız xeyir, dəyərli dinləyicilər, studiyamıza həm hüquqşünas, həm də psixoloq dəvət etmişik. Bizi bugün hüquqşünas olaraq Zakir bəy Bayramov və psixoloq xanım Flora xanım Mahmudluğundadır. Biz bugün əslində hər iki mütəxəssisdən istədiyimiz bir məsələ, qadınlar arasında ümumiyyətlə az təminatlı əhaliyə qarşı məişətdə baş verən zorakılıqla bağlı danışmaq istəyirik. Xüsusən də mən qanundan kənarda qalan, bəzən hüquq mühafizə orqanları tərəfindən də göz ardı edilən məsələlərdən biri də mənəvi və psixoloji zorakılıq məsələləridir ki, istərdim ki, bizim mütəxəssislərimiz bu məsələyə öz münasibətini bildirsinlər və bizi dinləyən, ümumiyyətlə internetdə bu mövzuda bir bilgi axtaran az təminatlı əhali hardan başlamalıdır və necə maarifləndirməlidir ki, xahiş edən bu barədə bir məlumat verəsiniz. Çox sağ olun, Hələ müəllim. Təşəkkür edirəm. Deməli, bildiyiniz kimi onsuz da Azərbaycanda məişət, hər bir növdən olan məişət zorakılığına dövlət orqanlarının, polisin yanaşması biraz fərqli deyil. Məsələn, şəxsi məsələ kimi qələmə verirlər bunu. Bundan əlavə, ümumiyyətlə, bəzən məişət zorakılığı, məişət zəminində fiziki zorakılıq hallarında nələrsə nail olmaq mümkün olursa, məsələn, mühafizə orderlərinin alınmasıdır və yaxud digər məsələ çətin də olsa, bəzən nail olmaq olur. Amma ümumiyyətlə, praktikada psixi zorakılıqla bağlı hər hansısa bir uğur əldə etmək olduqca çətindir. Yəni, əminəm ki, hər hansısa bir şəxs o psixi zorakılığa məruz qaldığını gedib hər hansısa bir dövlət orqanlarına bildirsə, yəqin ki, onu dəli adlandırarlar, belə deyim, belə bir qəribə, amma bu çox ciddi bir məsələdir. Qanun burada, yəni, belə deyim, o qohumluq münasibətlərində olan şəxslərin və yaxud bir şəxsin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaratmasına yönəlmiş hərəkətlər, yaradılmasına yönəlmiş hərəkətlər. Yəni, burada nəticədən danışmır. Əgər bu hazırda varsa, bunun nəticəsindən asılı olmayaraq, yəni, bu məişət zəminində psixi zorakılıq adlandırılmalı, yəni qəsdən belə hərəkətlər. Yəni, burada hər hansısa bir hərəkətə məcbur etmədən getmir söhbət. Yəni, tutaq ki, şəxs, belə deyim, kimsə ölüm həddinə çatdırıb və intihar hadisəsi baş verib, nə olub? Yəni, bundan danışmır. Ümumiyyətlə, bu hadisə varsa, yəni, bu zorakılıq varsa, yəni, polis və yaxud da digər dövlət orqanları, aidiyyəti dövlət orqanları bunun qarşısını almalıdır. Yəni, əgər belə bir müraciət varsa, bunun qarşısını mütləq almalıdırlar. İndi bu psixi təzyiq formasının, yəni psixi təzyiqin, psixoloji zorakılığın, belə deyək, psixoloji zorakılıq deyil ona, hansı nəticələrə gətirib çıxara bilər və yaxud bu hallar nələrdir, o barədə yaxşı olar ki, Flora xanım danışsın. Flora xanım, Zakir bəyin çıxışından mən belə anladım ki, burada bizim konkret soruşduğumuz sualda biraz hüquq sahəsində, qanun sahəsində kifayət qədər boşluq var. Amma bizim seyircilərimiz, izləyicilərimiz üçün maraqlı ola bilər. Hansı, deyək ki, bu faktlarla üzləşən, psixoloji zorakılıqla, mənəvi zorakılıqla üzləşən xanımlar, ümumiyyətlə əhali qrupları, marjinal qruplar bunu necə anlamalıdırlar və hansı işlər görməlidirlər ki, heç olmasa buna qarşı bir özlərində müqavimət gücü formalaşdırsınlar daxilən. Xahiş edirəm, bu barədə bir məlumat verəsiniz. Əvvəla salamlayıram. Təşəkkür edirəm dəvətiniz üçün. Biz bu layihədə işlədiyimiz vaxtda mən bir şey anladım ki, həqiqətən etiraz edə bilməyən, psixoloji hücuma məruz qalan insanlar var. Hansı ki, onlar öz hüquqlarını bilmirlər. Niyə daha da məruz qalırlar? Çünki hüquqlarını bilmirlər. Etiraz etməyi bacarmırlar. Biz onlara gəlirlər və onlara izah edirik ki, sizin öz hüquqlarınız var və siz təbii ki, oturub onlara bu məsləhəti verə bilmirik, amma istəmədən, deyək ki, lap uşaqlıqdan bu şəkildə böyüyüblər, tabi olmalıdırlar, boyun əyməlidirlər, baş əyməlidirlər, onlar bu şəkildə böyüyüblər. Bu mentalitetdən mi gələn məsələdir? Ailədən gəlir, daha çox ailədə, bu mentalitet deyil.
Yəni bəzi ailələrdən gəlir bu. Ailələrdən gəlir ki, necə qarşı çıxmaq olar, necə etiraz etmək olar. Onlar bir sual verəm mən. Sizin dediyiniz kimi yəqin ki, xeyli pasientləriniz olub, xeyli müddətdir bu işdə işləyirsiniz. Mənə maraqlı məsələ budur ki, sizə bu psixoloji zorakılıqla bağlı hər hansımız ailədə, məişət zəminində, tutaq ki, uşaqlar olsun, ya qadınlar olsun, hansı psixoloji zorakılıq halları ilə qarşılaşmısınız? Məsələn, pasientinizi dinləyəndə müəyyən etmişsiniz ki, psixoloji təzyiqə məruz qalır, uşaq və yaxud da qadınlar. Yəni, belə hallarla qarşılaşmısınızmı? Belə pasientləriniz olub? Təəssüf ki, bütün belə deyək ki, zorakılıq növləri ilə qarşılaşmışıq. Cinsi istismarla qarşılaşmışıq, fiziki istismarla qarşılaşmışıq. Təəssüf ki, demək var ki, istismarın bütün növlərdən qarşılaşmışam. Cinsi istismarı, törədən evladının hərəkətini ört-basdır eləmək istəyən ailələrdə qarşılaşmışıq. Cinsi istismara məruz qalmış uşağın anası həyatda tək çözümü uşağı və özünü öldürməkdə tapmışdı. Bu çox acı bir hekayə idi. Ondan öncəki layihəmizdə qarşılaşmışdım. Belə, yəni bütün istismar növləri ilə uşaq istismarı uşaqlara işlədirlər və təbii ki, onun qazancından çox gözəl şəkildə istifadə edirlər. Bundan da qarşılaşmışıq. Mən bir sırf məişət zəminində bir sual müraciət eləmək istəyirəm ki, xanımlar deyək ki, ailədə onun necəsində tutalım, gəlindir, evdə hərəkət edir, iş görür və qaynananın və yaxud da qaynatanın bundan arası yoxdur, sevmir yanını. Belə də keçəndə söyür və yaxud da o məşhur bir hərəkət var, elə bu kudalar bir-birdən qaramasın və yaxud da belə. Əslində bir psixoloji bir təzyiqdir da. Nə eləməlidir, hansı şəkildə, təbii ki, Zakirənin dedi, qanun onu bir şey eləmir ki, qaynanan sənə niyə söydü və qaynatan niyə söydü və yaxud da getdin arxasında sənə niyə qaramat atdı. Amma buna qarşı nə eləməlidirlər? Bax, bu bir xanım olaraq, bir gəlin və yaxud da Müəllim, mən buna bir qadın kimi məsləhət verə bilmərəm, bir psixoloq kimi məsləhət verə bilmərəm. Çox istərdim ki, Zakir müəllim desin, çünki mən yəni ki, olar da. Təbii ki, qanun özü də deyir ki, burada ya şəxsin birbaşa valideynlərinin və yaxud da valideyni hüquq olan şəxslər, onları əvəz edən şəxslərin ya da ki, özünün müraciət etməyi vacibdir. Yəni, siz məsələn, çox qəribədir, hər gün qonşunuzda tutaq ki, bir məişət zorakılığına bağlı hadisələr eşitsiniz, dava, qırğın, yəni söyüş, tutaq ki, təhqirləri görürsünüz, hər gün eşidirsiniz bunu. Sizin şikayətiniz ancaq bu yöndə ola bilər ki, məni narahat edirlər, amma onu yerinə şikayət edə bilməzsiniz, baxılmır o halda. Tutaq kimisə yenə durub mühafizə orderinin alınması üçün müraciət edə bilməzsiniz. Yəni, şəxsin özünün təşəbbüsü vacibdir burada. Amma praktikada dediyim kimi, heç kəs gedib uzaqbaşı elə ailə daxildə həll eləməyə çalışırlar bunu və yaxud öz gedir atasının, anasına qurban müraciət edir, ya ayrılırlar, ya belə bir şey. Amma davamlı və belə hallar olanda bu artıq təbii ki, bir psixoloji təzyiq formasıdır. Yəni, məişət zəminində belə hallar kifayət qədərdir, bilirsiniz. Övladlarına olsun, fərqi yoxdur, onların özünə inamını sarsıdan davamlı alçaltmaları olsun və yaxud da psixoloji təzyiq olsun, istənilən bacarıqları ilə bağlı olsun və yaxud da şəxsi, belə deyim, siz demiş o bayaqlarım evdə gəlini davamlı təhqir etmək, onu söymək. Belə hallar təbii ki, qanunda nəzərdə tutulmuş psixoloji təzyiq formalarından biridir, amma təəssüf ki, deyim ki, bu hallarla bağlı praktikada mən indiyə qədər rastlaşmamışam ki, kimsə bununla bağlı şikayət eləsin və hər hansısa bir tədbirlər də görülsün. Dediyim kimi, hətta fiziki zorakılıq, hətta cinayət tərkibi olan bir çox hadisələrdə belə, yəni sağlamlığa, ölüm hadisəsini demirəm, sağlamlığa zərər vurma halında belə şikayətlərə əksər vaxt baxılmır. Yəni, polis deyir ki, bu mənim sizin ailə məsələsidir, mən ailə məsələlərinə qarışmırıq, ailə daxili. Belə, halbuki qanunla bir tənzimlənən məsələdir və baxılmır.
Dediyim kimi də, yəni o psixoloji zorakılıqla bağlı məsələ ümumiyyətlə mən rastlaşmamışam ki, hər hansısa bir tədbir görülsün şəxs haqqında belə şey. Mənim sizə bir son sualım var hər ikinizə. Bizim praktikada belə bir neçə il qabaq belə bir hadisə baş vermişdi. Ərin zorakılığına qarşı gəlin evdə üstü atası evinə getmişdi. Və bu da başlamışdı, bütün günü telefonda canlı açırdı sosial şəbəkədə. Yox, ərdə, o zorakılığı törədən şəxs bütün günü telefonda canlı açırdı sosial şəbəkələrdə və başlayırdı ad çəkmədən. Sənin atan filan kəsi mən belə eləyəcəm, qardaşını belə eləyəcəm, bacılarını belə vuracam, yeznələrini belə vuracam və ən yaxşı halda polisə müraciət olunanda polis ən yaxşı halda çağırdılar, ondan izahat aldılar. Bir daha belə bir şey eləmək. Yəni, Azərbaycan qanunvericiliyi doğrudan mı bu cür halların qarşısında belə acizdir? Niyə sizcə? Əslində, burada birbaşa şəxsin ünvanına hədə qorxu varsa və qarşısında hər hansısa bir tələb varsa, bu təbii ki, belə deyim, hədə qorxu ilə nəsə tələb etmədir. Bu cinayət hadisəsidir, yəni cinayət tərkib olan bir hadisədir. Polis bu işə hər bir halda, əgər bu dediyiniz faktlar varsa, baxmalıdır əlbəttə ki. Yəni o şəxsin həyatına həqiqətən real təhlükə varsa və bu həmçinin ilə məişət zorakılığının qarşısının alınması haqqında qanunla tənzimlənməsi, keçmiş ərabatın bir-birinə hər hansı bir təzyiq etməsi, yəni mühafizə orderləri qısa müddətli və yaxud uzun müddətli mühafizə orderləri bunun üçündür. Əlbəttə ki, baxmalıdır, yaxşı olar ki, həmin şəxslər əgər elə bir hədə hiss edirsə, əvvəlcə mühafizə orderinin alınması üçün yerli icra hakimiyyəti orqanına müraciət eləsin. Əvvəlcə, əgər elə bir hədə qorxu varsa, elə bir hədə təhdid varsa, təhlükə varsa, hiss edirsə, keçmiş həyat yoldaşından hər hansı təhdidlər hiss edirsə, bu halda mühafizə orderinin alınması üçün mütləq müraciət eləsinlər. Psixoloji cəhətdən psixoloq kimi nə deyə bilərsiniz onlara? Psixoloq kimi təbii ki, ümumiyyətlə, hər hansı zorakılığa məruz qalırlarsa, qadınlardan xahiş edirəm ki, bizim öz payımızda var, əgər biz zorakılığa məruz qalırıqsa, demək ki, biz boyunayıq ki, zorakılığa məruz qalırıq. Boyunayılməsinlər, zorakılığa məruz qalmasınlar, öz ayaqlarının üstündə dura bilsinlər. Öz ayağının üstündə dura bilən qadın zorakılığa boyunayılmır. Biz söhbət eləyirik, Zakir müəllim də məni təsdiqləyər, adətən niyə uzun müddətdir bu qədər zorakılığa məruz qalmışsan sualının cavabı. Hara gedim, atamgil külfətli yaşayırlar, gedəsi yerim yoxdur və olmazın şiddətlərə məruz qalır, zorakılığa məruz qalır. Yəni, iqtisadi səbəblərdir. İqtisadi səbəblər, təəssüf ki, mən qadınlara əsas demək istəyirəm ki, öz ayaqlarının üstündə dura bilsinlər, öz güclərinə, özlərinə inansınlar və boyun əyməsinlər. Yəni, zorakılığın davamı hər zaman gələcək. Xırda başlayır, daha da uzana gedir və böyüyür. Ona görə və ən əsası nəyə qeyd etmək istəyirəm, nəzərə alın bir şey ki, həmin zorakılığı görən uşaqlar böyüyürsə o evdə ki, böyüyən uşaqlar da daha çox ya zorakılığa meyilli uşaqlar olacaqlar, ya çox aqressiv, travmalı insanlar olacaqlar. Özlərini düşünmürlərsə, evladlarını düşünsünlər ki, o mühitdə uşağı böyüdürlərsə, o uşaqda nə olursa olsun bir tərəfdən bir zərər qalacaq. Ən əsası da həmin şiddəti görərək böyüyür o uşaqlar. Evladları üçün boyun əyməsinlər, yəni biz hər zaman dəstək oluruq, müraciət edən qadınlara dəstək olmağa çalışırıq ki, onlar yavaş-yavaş bu zülmə boyun əyməsinlər. O qədər olur ki, şiddət görən qadınlar var ki, psixoloji dəstək alırlar və zaman-zaman münasibətləri yerinə oturur, düzəlir. Belə deyək də, qadın özünə hörmət tələb eləyir və qarşı tərəfdə zaman-zaman hörmət etməyə başlayır. Elə də olur. Təşəkkür edirəm hər ikinizə, çox sağ olun. Sağ olun, biz təşəkkür edirik.